Keçsin. Zorum keçək. Bu gün çox mədəniyyətsiz sürdüm. Çünki istidir, valla dözə bilmirəm. Normalda yəni belə çobud formada sürmürəm. Yəni özümü qabağa soxmaq adətim deyil də ki, kimsə zorla mənə yol versin. Valla istidir, yəni dözə bilmirəm. M5 maşınlara həvəsim, marağım və intuisiyam yoxdur. Amma M5'i sevirəm. Ne yoğli? Yetim də pişirə istədən. Belə görürsünüz, o da mənim kimi qollarım bağlayıb qardaş. Mümkünsüzdür çünki qapqara olur qollar. Qara olmağından da əlavə yandırır qolu. Adicə 5 dəqiqə günün altında qalanda qol yanır istidən. Ona görə taxmaq lazımdır. Yüzü də qorumaq lazımdır. İndi məsələn kaska taxanda da maska taxmıram. Çünki kaska qoruyur, amma belə velosiped sürəndə maska istifadə edirəm ki, yanıb tökülməsə. Buradan sola dönmək olmaz. Dost nəfər eləyək ki, buradan Allah'a da xoş getsin. Da inşallah sürərsən də bu gün, hə dayı. İnşallah bu gün sən sürüşünü görərik dayı. Allah kessin günahımızdan. Bilmədim, oradan dönmək olmaz. Gedib əslində qalağa fırlanmalıyam. Gəlin. Buradan sağda bir yerdə saxlayaq. Dayı o tərəfə baxana qədər mənə baxsaydı keçmişdik amma realı vermədik təbii ki. Çünki fikri başqa yerdədir. Ümumiyyətlə insan bura dönürsənsə bir tərəfə bax da, sən qabağına niyə baxsan? Maşın gələn tərəfə baxarlar da. Sən yaşlı kişidir, yol vereyim, özüm pişirəm istidən olsa. Görürsən ki, fikri başqa yerdədir. Boş yerə dayanırsan, nə adam keçmir. Operativ olaq biraz. Xanım bu sürücü olduğunu gör hardan bildim. Cibi o qədər çox ki, xanım sürücüdür. Vizorumuzu bağlayaq, küləyi vurmasın mikrofonumuza. Doşlar. Belə. Ümidvaram ki, bu videonu 200-300'dən çox izlənməz. Onsuz da ilk videom paylaşdım, 200 neçə nəfər baxdı deyəsən. 300 nəfərə yaxın, lap olsun 300, 300 də deyil, mən 300 deyirəm. O cür əzab, əziyyət və sonunda 300 izlənmə. Amma bu boşboğaz videolarının ümumiyyətlə izlənməsini istəmirəm, həqiqətən. Nə qədər az izlənsəm, mənə o qədər yaxçıdır. Buradan keçək qabağa. Ay Allah, biraz yollar rahat deyib, bu məktəblər bağlanıb. Biraz yollar rahat deyib, ay Allah, nəfəs alırıq biz. Hələ bu hələ yaxşı vəziyyət ya, yəni bunu tərifləyirəm. Görün deyil, əvvəl nələr yaşamışıq biz. Valla biraz adam nəfəs alır. Düşə aşağı. Hələ günorta saat yəni 1:28'dir. Saat 2'nin yarısıdır. Yəni deyim ki, axşam saat 6'dır, probka yoxdur. Yox, axşam 6'da təbii ki olacaq yenə tıxac. Əgər bazar günü deyilsə bu qaçılmaz bir şeydir. Bazar günü də daha yəni ki boş olmur yollar. Bazar günü də biz sağa keçək, bu düz getsin. Dostlar. Sizə dostlar deyəndə əsəbləşmirsiniz. Başqa bir söz yox deyə deyim. Nə deyim mən sizə? Dostlar deyirəm də, ağzım elə öyrəm. Ümumiyyətlə çox YouTube kanalında mən fikir vermişəm, dostlar deyirlər. Əslində mən əsəbləşirəm ki, o sinirimə toxunur o söz. Dostlar. Amma belə də başqa da sözüm yoxdur. Yəni başqa sizə nə deyə bilərəm? Sizə başqa söz mən nə deyim axı sizə ki, xətrinizə də dəyməsin, əsəbinizə də toxunmasın. Elə bir söz varmı? Əziz Kəmalov vaxt deyirdi, əziz və dəyərli izləyicilər. Bir dənə bağışla da daima. Burada Vesperion qırağı ilə gedək. Əziz və dəyərli izləyicilər. Elə dostlar desəm ən salamatı odur. Əziz və dəyərli izləyicilər.
bibiler, ay bibiler. Bibiler, can bibiler. Bibi de başıma bir bela oldu. Bir tane kabağa. Aa, gitti. Eydi Adnan kardeşim, eydi Adnan yollarda. Geç dayı geç. Ben geçim yola, sen o bir dakika. Cərmə ilə. Gücünə başıma bir bela oldu. Neyləyim, özümə yaraşanı yox. Kişilər, ay kişilər. Ay Gün Kazımova. Gün Kazımova mahnılarını bəyənirəm mən deyəsən. Ola bilər elə bir şey görəsən. Çünki oxuyuram axı mahnıdan. Artıq neçənci dəfədir ki dilimə düşüb oxuyuram. Bu da sağda saxlasam görəsən. Görəsin. Bu da sağda saxlasaq. Burada bir yerdə. Dayının balası. Gedək gəzək biz Xızı dağlarını, görək onun sərin bulaqlarını. Ay. Ay ay, havalar isti, nefesimi kesti, bu kadar besti. Vay 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 vay. Geçtik. Oradan Saga dönek. Ibis Otel, Ibis. Bura niye su diye bu velosiped yolu ye? Bu ne qarsız buradan su ediyorsunuz böyle. Davay, Prius. Aa, Prius'dan da kökün kəsdilər. Canay Prius. Vaxt var idi şəhərdə qan oynadırdılar. At oynadırdılar, qan oynadırdılar nədir? Oy, mən niyə danışa bilmirəm bugün? Buna bax, telefonla danışır, qadın sürücüdür özdə. Qadın sürücü olmağı azmış ki, mənlə telefonla da danışır. Və parking eləyir. Heç olmasa parking eləyirsən fikrin yolda olsun. Düzmü deyirəm. Əziz izləyici. Əziz və dəyərli izləyicilər. Dur görək. Buradan keçəcəm burada. Bu dayı oğlu mənə yol verər. Kişilər. Biraz qabağa keçək. Ümidvaram bu videonu heç kim izləməz. Ümidvaram. Burada onu satayım. Megavan yanından da giriş. B6 imiş. İnşallah ki buradır. Ne olur? Geç güzel kız geç. Geç sen. Onu sorayım, bu neydi lan? Ay, sağa dönek. TSC'ydi, TSM'ydi, neydi? Müşterinin de ünvanı. Yani görürüz, qabağa gedək görək. Neydi ola bu? TSC'ydi, neydi? Findex. TSM. Buralarda bir yerde olmalı. Hadi burada. Deyirəm axı.